Salam əziz izləyicilər. Bugün sizə təbiətin möcüzələrindən biri olan ciyirtkən otunun faydalarından danışacağıq. Bəlkə də bir çoxunuz bu otu yalnız toxunduqda dəriyə verdiyi yanma hissi ilə tanıyırsınız. Ancaq bu bitki sağlamlığınız üçün inanılmaz faydalara malikdir. Videomu bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Ciyirtkən otu tərkibində vitaminlər, minerallar, lazəncindir. Əsasən A, C, K vitaminləri, dəmir, kalsiyum, maqnezium kimi minerallar vardır. Ciyirtkən otu immun sistemini gücləndirir. Tərkibində vitaminlər sayəsində orqanizmi infeksiyalardan qoruyur. Ciyirtkən çayı sağlamlığımız üçün ən geniş yayılmış istifadə üsullarından biridir. Bir xörək qaşığı qurudulmuş ciyirtkən yarpağını bir stəkan qaynar suya əlavə edib 10-15 dəqiqə dəmləməyə buraxın. Bu, qan dövranını yaxşılaşdırır, toksinləri xaric edir, immun sistemini gücləndirir və həzm sisteminə müsbət təsir edir. Ciyirtkən yağı dəri problemləri üçün də istifadə edilir. Dəri və saç sağlamlığını dəstəkləyir. Sanakları azaldır, saçların uzanmasını sürətləndirir və kəpəyi aradan qaldırır. Romatizm və oynaq ağrılarına da faydalıdır. Tərkibində olan iltihab əleyhinə maddələr artrit və romatizm ağrılarını azalda bilər. Qaraciyər və böyrəkləri qoruyur. Ciyirtkən çayı toksinləri bədəndən atılmasını sürətləndirir və qaraciyər funksiyasını dəstəkləyir. Həzm sistemini də yaxşılaşdırır. Mədə-bağırsaq problemlərini aradan qaldırmağa kömək edir, mədə turşuluğunu azaldır, ürək sağlamlığını qoruyur, şəkər xəstəlikləri üçün də faydalıdır. Sidik qovucu təsirə malikdir, böyrəklərin sağalması üçün faydalıdır, bədəndən toksinlərin atılmasına kömək edir, qan dövranını yaxşılaşdırır. Ciyirtkən otundan müxtəlif salatlarda, şorbalarda, yeməklərin hazırlanmasında istifadə olunur. Əgər bu tarz videoların davamlı olmasını istəyirsinizsə kanalımıza abunə olub like etməyi unutmayın.